Dostlar, hər vaxtınız xeyirli olsun. Mən sizə bu günlərin feilin təsriflənməyən formalarla bağlı kiçik incə məqamları deyəcəm, amma imtahanda ən böyük səhvlərin irəndiyi məqamlardır. Birinci məqam hansıdır? Biz bilirik ki, olmaq, etmək, eləmək, bilmək feilləri müstəqil şəkildə də işlənə bilər, tərkibin daxilində də işlənə bilər, məsəl tərkibinin daxilində də işlənə bilər. Ayrıca müstəqil şəkildə işlənməyib, köməkçi feil kimi işlənərək mürəkkəb feilin tərkibində də işlənə bilər. Buna diqqətli olmaq lazımdır. Əgər olmaq, etmək, eləmək, bilmək sözləri ayrıcalıqda müstəqil məna daşıyarlarsa, onlar məsdər, feil, sifət, feili bağlama şəkilçilərindən işlənəndə tərkib əmələ gətirəcəklər və mürəkkəb cümlə üzrə əmələ gətirəcəklər. Amma onlar olmaq, etmək, eləmək, bilmək sözləri mürəkkəb feilin tərkibi hissəsi kimi işlənib, məsdər, feil, sifət, feili bağlama şəkilçilərini qəbul etsələr də, yenə sadə cümlə üzvü olacaqlar, mürəkkəb feil olacaqlar. Yəni, mürəkkəb məsdər olacaq, mürəkkəb feil, sifət olacaq, mürəkkəb feili bağlama olacaq. Bunlar tərkib əmələ gətirməyəcəklər. Bir daha deyirəm, əgər olmaq, etmək, eləmək, bilmək sözləri tərkibi feil kimi, yəni mürəkkəb feilin tərkibi feili kimi işlənərsə, onlar məsdər, feil, sifət, feili bağlama şəkillərini qəbul edəsələr də tərkib əmələ gətirmirlər. Misal verirəm, deyirəm ki, mən burada olmağı xoşlayıram. Mən nə edirəm? Xoşlayıram. Nəyi xoşlayıram? Burada olmağı, yəni yaşamağı, qalmağı mənası işlətdiyimə görə, buradakı olmaq müstəqil feil olduğuna görə, mən burada olmağı məsdər tərkibi kimi götürə bilərəm. Amma desəm ki, mən dost olmağı bacarıram, burada mən olmaq sözünü yenə məsdər şəkilsi qəbul eləsə də, mən burada məsdər tərkibi götürə bilmərəm. Çünki dost olmaq mürəkkəb feildir. Sadəcə məsdər şəkilsi qəbul edib. Eyni qayda feil sifətə də aiddir, eyni qayda feili bağlamaya da aiddir. İkinci bir nüans. Uşaqların ən çox səhv elədikləri yerlərdən birisi də budur ki, iki dənə cümlə deyirəm sizə. Deyirəm ki, mən olanda danışarsan, mən olandan sonra danışarsan. Bu iki cümlədə uşaqlardan soruşurlar ki, cümlə üzvünün ifadə vasitəsi nə ola bilər, hansı təsvirlənməyən forma ilə bağlı sual ola bilər və yaxud cümlə daxilində təsvirlənməyən formaların növlərini soruşa bilər. Kimi suallar gələndə uşaqların burada səhv elədiyi məqam nədir? Hər iki nümunədə feili bağlama kimi götürürlər. Hər iki nümunədə cümlə üzvünün ifadə vasitəsini eyni deyək ki, təsvirlənməyən forma kimi götürürlər. Amma yanlışdır. Niyə? Mən burada olanda gələrsən cümləsində anda, əndə feili bağlama şəkilçidir. Mən burada olanda feili bağlama tərkibi əmələ gətirib. Amma mən burada olandan sonra gələrsən cümləsini işlədəndə, burada olandan sözündən sonra qoşma gələndə qoşmaya diqqətli olursunuz. Əgər andan plus qoşma varsa, demək ki, bu feili bağlama deyil. Niyə? Çünki andan deyə bir feili bağlama şəkilçisi yoxdur. Demək ki, orada mən burada olandan sonra gələrsən cümləsində olandan sözü feil sifət şəkilçisidir. Olan, olmaqdan olan, olandan, yəni çıxışlıq hal şəkilçisi ilə işlənən feil sifətdir. Sonra da qoşmadır. Bir də yadınızda saxlayın ki, feili bağlamalar qoşmalarına işlənmir. Və sizdən cümlə üzvünün ifadə vasitəsini soruşanda ikisi də cümlədə zaman zərflidir və uşaqların ən çox qarşıladığı yer budur ki, hər ikisi də eyni suala cavab verir, eyni cümlə üzvü olur. Amma diqqətli olmaq lazımdır. Biri feil sifət tərkibi ilə ifadə olunmuş, plus qoşma, feil sifət tərkibi plus qoşma ilə ifadə olunmuş, zaman zərflidir. Biri isə feili bağlama tərkibi ilə ifadə olunmuş, zaman zərflidir. Əziz dostlar, sizə uğurlar.